Dünyanın ən sürətli məlumat bazalarının arxasında çox vaxt çox sadə, amma bir o qədər də dahiyanə bir ideya dayanır. Gəlin bugün məhz bu sirri, yəni jurnal strukturlu yaddaşın necə işlədiyini birlikdə açaq. Bir anlıq düşünün, məlumatı dəyişmək və ya silmək yerinə hər dəfə sadəcə yenisini əlavə etsəniz necə olardı? Bu, ilk baxışda qeyri-məntiqi səslənə bilər, amma inanın, bütün bu dahiyanə sistemin təməlində məhz bu yalnız əlavə etmə qaydası durur. Yaxşı, bəs bu qəribə ideya, məlumatları heç vaxt dəyişməmək, hansı problemi həll edir ki? Hər şeydən əvvəl gəlin problemin özünü anlayaq. Əsas məsələ məlumatların yazılması, yəni write əməliyyatlarının bəzən niyə bu qədər yavaş olmasıdır. Fərqi anlamaq üçün bu iki növ yazmanı gözümüzün önündə canlandıraq. Baxın, təsadüfi yazmalar sanki qalın bir qeyd dəftərinin müxtəlif səhifələrindəki cümlələri tapıb düzəltmək kimidir. Səhifələri vərəqləmək lazımdır, bu da çox vaxt aparır. Ardıcıl yazmaları isə bu sadəcə gündəliyin sonuna yeni bir qeyd əlavə etməkdir. Sona gedirsən və yazırsan. Vəssalam, bu inanılmaz dərəcədə sürətlidir. Deməli, məntiqi sual budur. Məlumat bazaları təsadüfi yazmaların bu yavaşlığından necə qaça bilər? Cavab dahi olduğu qədər də sadədir, bütün yazmaları ardıcıl yazmalara çevirməklə və jurnal strukturlu yaddaş məhz bunu edir. Bütün proses yaddaşda, yəni RAM-da olan memtable deyilən bir şeylə başlayır. Hər yeni məlumat və ya hər hansı bir dəyişiklik ilk olaraq məhz bura, bu super sürətli yaddaş bölgəsinə yazılır. Yaxşı, bəs bu memtable dolanda nə olur? O zaman onun bütün məzmunu çeşidlənmiş şəkildə diskə köçürülür və bu məlumatlar SSTable adlanan yeni, daimi və ən əsası dəyişdirilməz bir fayla yazılır. Bu əməliyyat da ardıcıl olduğu üçün çox sürətli baş verir. Gəlin bir yazma əməliyyatının həyat dövrünə sürətlə nəzər salaq. Həqiqətən çox sadədir. 1. Məlumat memtable-a düşür. 2. Orada öz açarına görə avtomatik çeşidlənir. Və 3. Memtable dolanan kimi bütün məzmun diskə yeni bir SSTable faylı şəklində axıdılır. Bu qədər sadə. Bu yanaşma yazmaları həqiqətən də sürətləndirir. Amma bilirsiniz necədir? Hər yaxşı şeyin bir mənfi tərəfi də olur. Zamanla diskdə yüzlərlə, bəlkə də minlərlə belə kiçik SSTable faylı yığılır. Bu isə oxuma əməliyyatları üçün ciddi bir problem yaradır. Təsəvvür edin, bir məlumat axtarırsınız və sistem deyir ki, bu yüzlərlə fayldan hər hansı birində ola bilər. Hər birini yoxlamaq lazımdır. Bu, oxuma əməliyyatlarını əsl baş ağrısına çevirir. Məhz bu məqamda sıxlaşdırma, yəni compaction prosesi köməyə gəlir. Bunu arxa fonda işləyən səliqəli bir ev təmizliyi kimi düşünə bilərsiniz. Sistem avtomatik olaraq kiçik faylları götürür, onları daha böyük fayllarla birləşdirir və bu zaman eyni məlumatın köhnə versiyalarını və ya silinmiş qeydləri təmizləyir. Yəni qayda belədir. Səviyyə 0 biraz dağınıq ola bilər, çünki fayllar ora təzəcə gəlib, amma yuxarı səviyyələrə qalxdıqca hər şey səliqəyə düşür. Fayllar böyüyür və açarları bir-biri ilə kəsişmir. Sıxlaşdırma prosesi sadəcə bu məlumatları səliqəyə sala-sala yuxarıya doğru daşıyır. Yaxşı, deməli, sistem yazmalar üçün çox sürətlidir. Amma mühəndislikdə heç vaxt pulsuz nahar olmur, elə deyilmi? Bu sistemdə istisna deyil. Jurnal strukturlu yaddaşın özünəməxsus kompromisləri var. Biz bunlara gücləndirmə effektləri deyirik. Yəni, sistemin gördüyü əlavə işlər. Bu kompromisləri anlamaq üçün ROM fərziyyəsi deyilən çox sadə bir model var. Qısacası, bu fərziyyə deyir ki, istənilən məlumat sistemində 3 əsas xərc var. Oxuma, yazma və yaddaş. Və qayda budur. Birini daha yaxşı etmək üçün adətən digərlərindən birini qurban verməlisən. Gəlin görək bu sistemdə hansı qurbanlar verilir. Birincisi, yazma gücləndirilməsidir. Bu nə deməkdir? Məlumatınız memtable-a, sonra səviyyə 0-a yazılır. Sıxlaşdırma prosesi onu səviyyə 1-ə, sonra səviyyə 2-yə daşıyanda hər dəfə yenidən yazılır. Yəni, eyni məlumat diskə bir neçə dəfə yazılmış olur. Bu da diski daha çox yüklüyür. İkincisi, oxuma gücləndirilməsidir. Bir məlumatı axtaranda sistemin bir neçə yeri yoxlamalı olduğunu demişdik. Əvvəlcə yaddaşdakı memtable-ı, sonra səviyyə 0-dakı bütün faylları, sonra da yuxarı səviyyələri. Bu, çoxsaylı yoxlama əməliyyatı axtarışı biraz ləngidə bilər. Və nəhayət, məkan gücləndirilməsi. Təmizlik prosesi, yəni sıxlaşdırma, dərhal baş vermir. Bu o deməkdir ki, köhnəlmiş və ya silinmiş məlumatların versiyaları bir müddət diskdə qalmağa davam edir. Nəticədə, real datanızdan daha çox disk sahəsi istifadə etmiş olursunuz. Yaxşı, bu qədər problemdən danışdıq.
Bəs həll yolları, xüsusilə də istifadəçinin ən çox hiss etdiyi bu oxuma yavaşlığı üçün nə etmək olar? Sistemlər bu problemi həll etmək üçün çox ağıllı bir üsuldan istifadə edirlər. Sual çox sadədir. Əgər axtardığımız məlumat onlarla fayldan hər hansı birində ola bilərsə, hər dəfə bütün bu faylları diskdən oxumaq kimi bahalı bir əməliyyatdan necə qaça bilərik? Cavab Bloom filtridir. Təsəvvür edin ki, hər faylın qapısında bir qapıçı dayanıb. Faylı açmazdan əvvəl ondan soruşursunuz. Axtardığım açar sənin içindədir? Qapıçı sizə 2 cavab verə bilər. Qətiliklə yox və ya bəlkə var. Bəlkə var desə, yoxlamaq lazımdır. Amma qətiliklə yox cavabı 100% dəqiqdir. Və bu, qətiliklə yox cavabı əsl möcüzədir. Çünki bu deməkdir ki, biz o böyük faylı açmaq üçün diskə heç müraciət etməli olmayacağıq. Yəni, vaxt itirməyəcəyik. Bloom filtrləri sayəsində məlumat bazası onlarla faylın üstündən atlayaraq birbaşa lazım olan yerə gedə bilir. Bu da axtarışı inanılmaz dərəcədə sürətləndirir. Və ən gözəl tərəfi odur ki, bu yanaşma müasir texnologiya ilə, yəni SSD disklərlə də mükəmməl uzlaşır. Çünki SSD-lər də təsadüfi yazmaları sevmirlər və eyni ilə bu cür ardıcıl yazmalarla daha uzun ömürlü və səmərəli işləyirlər. Yəni proqramla aparat bir-birini tamamlayır. Beləliklə, jurnal strukturulu yaddaşın əsaslarını və onun arxasındakı zərif kompromisləri gördük. Bəs gələcəkdə bizi nə gözləyir? İndi tədqiqatçılar daha da irəli gedirlər. Görəsən gələcəyin məlumat bazaları süni intellektlə öz iş yükünə baxıb bu oxuma, yazma və məkan gücləndirilməsi arasındakı balansı bizim yerimizə özləri qura biləcəklərmi? Bu həqiqətən də çox maraqlı bir sualdır və tamamilə yeni imkanlar aça bilər.